Bəli, deməli Əhməd Cavad xəzinəsində buyurulur ki, yəni bu fikir tamam yenə də deyirəm, başqa cür sonluğa getdi bu fikir, yəni o xəzinənin hikmət xəzinəsinə də içərisində qalmadı, hikmətlər içərisində və bu sonluğa gəldi. Mən nədən sonluqla başladım? Biz hələ sona gəlməyimizə çox var. Ama sadece mən yine deyim burada qeyd etmişəm uşaqların adlarını. Neydi? Express qəzetinin o yazışı, mən ona jurnalist deyə bilmərəm. Bu adı ləkələyə bilmərəm. Qabil Zimistanoğlu və Yeni Müsavatın o replika yazanı, yəni özünü müxbir kimi, jurnalist kimi qələmə gətirəni Səadət Akif qızı və Qabil Zimistanlığa üzümü tuturam. Çünki mən o vaxt onlara demişdim ki, bax, əgər şək gətirici bir kəlmə yazsanız, bunun rüsvayçılığı, elə bax buna dönə-dönə dedim. Qıza ikinci səfər onu mən dəvət eləməmişdim. O bibim qızı tərəfindən yalvar yapış gəldi mənim evimə, evə də gələni qovmazlar, amma ona mən dönə-dönə dedim. Çünki mən bir getdiyim sınağı ikinci səfər getmirəm. Bir insanla bir dəfə görüşəndə ikinci səfər ona tək-tük məsələn insanlar o nədir, Nizami Cəfərovu mən əlimdə sona tək onu susturmaq üçün getdim. O da Allah'ın əmri idi. Mən kim idim ki, yəni elə insan var ki, onunla 1-2-3 dəfə görüşürdüm. Elə insan vardı ki, onunla bircə dəfə. Yəni bu müxbirlərin birinə cəhəz mən yaxınlaşdım, o ikincisinə heç. İndən sonra heç bir müxbir də mənə yaxın gələ bilməz. Bu Səadət Akif qızı gəldi və məndən müsabiqə götürmək istədi. Götürdü də və apar getdi, mənə şək etdi və bacımız adı bura qarışdırdı, ailəmi qatdı bir-birinə. O zaman mən ona demişdim ki, mən bilirəm ki, bu 1 may, bu yenə də deyirəm, indi qoy bunu danışım, sonra onu davam edərəm. Deyir, bayramlar vardır ki, ərəngi başqadır. Hər birinin öz eşki, öz ahəngi vardır. Lakin bir may bayramı hak bayramıdır. Bütün varlığa can veren yaz bayramıdır. Yeryüzündə bütün istər əkinə, istər ümumiyyətlə can verir də dünyaya, varlığa can verir. Varlıqdır da hər şey, o canlanır, cücərir, çiçək açır, insan özü ürək açılır, yaz gələndə bax, bütün varlığa can verən yaz bayramıdır. Bu bayram mənim kimi canlı bayramdır. Bütün millətlərin el bayramıdır. Canlı bayram. Həmişə bu bayramı nəsə sevərək biz qəbul edirdik, qarşılayırdıq. Olmaması da Allah'ın əmridir, məsləhətinə şükür. Bu bir bayramdır ki, gəlişi sadə. Büyüklük var mıdır bundan ziyadə? Ya Rəbbim, gəl artıq göstər yüzünü, bütün bəşər dinləyir sənin sözünü. Bax, mən bu sözləri demişəm. Qabil Zimistan oğluna Express qəzetinin özünü bu qəzetdə müxbir adlandırana və də Müsavat qəzetinin o yazar jurnalisti Səadət Akif qızına. Yenə də deyirəm hər kəsə. Mən bunu danmıram və bunu mən özümdən də çıxartmıram. Mən bunu kitabdan dinləmişəm və bəyan etmişəm. Mən inam yazmağa başlamışdım, inam. İnana da inanmışdım və də elə inamı əlimə alıb Ruziyə xanımın ilk bir yazılarımdan götürüb o Quranla Azərbaycan tarixini də bu iki kitabı ilk dəfə mən götürüb ora getmişdim ki, gəl bunu mütaliə edək də bu inama təmiz hazırlansın. O da mənim ilk addımımda təbii ki, bunu qəbul etmədi. Ziya Bünyatovu tərif etdi. Amma Ziya Bünyatovun tarixində mən tərifli bir şey görmədim. Əksinə, müqəddəs ruha qarşı
Yani iki dinli, iki dilli münasibət gördüm. Quranda o öz yazdığı Quran içindən xəbəri yoxdur. Quran deyir ki, İsa'nın zühuru olacaq və İsa zühur edən zaman bütpərəstlərə, yəni xaçpərəstlərə, Yahudilərə və xaçpərəstlərə onlara qarşı şəhadət verəcəkdir. Yəni o dini qəbul etməyəcəkdir. Bu deməkdir. Heç bu yazıdan bu insanın özünün xəbəri yoxdur. Sadəcə tərcümə edib qoyub ora. Yəni bunları mən ona qandırırdım, anladırdım, anlamadı. Sonra getdim gördüm elə İsa'dan mahnı oxuya-oxuya. Yəni sən elmi işçisən, sən əgər qəbul etmirsənsə, Allah Taala da deyir, "Pожалуйста, buyur, indi get mahnını oxu." Bax belə bilmirəm da sonra onun axırı nə oldu. Sizlə getdim, sizinlə bərabər getdim ora, gördünüz ki, məni qəbul etmədilər. Da gedəsi də deyiləm. O qədər. Həmin Ruziyə xanımın yanına mən ilk dəfə gedəndə, qoy sizə deyim ki, hansı zaman getmişdim. Bircə dəqiqə bunun. Burada 7 may 99-cu il. Baxın bu kitap. Biraz iri yeri var mı? 7 may 99-cu il. İndi mən deyə bilmərəm 7 may. Bəlkə də bu qəzet. Oradan bir gün mü əvvəl ora qoyulmuş olsun. Amma mən ora elə o gördüyünüz elm mərkəzinə yaxınlaşanda, yəni yolu keçməmiş, marşrutdan düşdüm və orada qəzet köşkündə mənim gözlərim çöndü bu qəzetə. Yəni bu Yekaterinburgdakı Allah evindəki, qoy mən sizə belə izah edim, oranın o keşişi qalıboydu. Vəssalam, bax qısa belə. Bu gözəl oğlan qalıboydu və keşişdi. Buyurun, mən belə bax mən rusca biraz çətin oxuyuram, ona görə də sizə mən bunu rus dilində oxuya bilmərəm. Bax bu gördüyünüz bu qalıboy, Allahın yaratdığıdır, mən onu qınamıram. Və də bax bu uşağı görürsünüzmü? Bax bu uşaq görürsünüzmü? Bax dəlilənib artıq. Onu zorla ona yaşatdığı obraza görə bu uşaq dəli olub və oranın bu yazıcı qələm sahibi görürsünüz bunu burada işıqlandırıb. İndi bunun haqqında ola bilsin ki, bilmirəm nə olacaq, Allah bilir. Mən sadəcə bunu sizə çatdırıram. Nə qəzetiydi bu? Greh. Sadomski Greh. Gedir bu kişinin adını belə qoyur bu yazar. Yazar da kimdir? Onu da indi baxarıq. Homoseksualliyə nə bilim, belə bir şey yazılır. Bura mən rus dilində yaxşı oxuya bilmirəm. Hərdən bir iki kəlmə stilimdən çıxmağına baxmayın. Sadəcə bunu özünüz oxuyun. Oxuyanlar anlasınlar. Bax bu insan cavan uşaqları aparır, bağı var, pivə içizdirir və özünə qarşı, yəni bunun içindəki ruh, qoy belə deyim, mən öz dilimdə Allah Taala mənə necə qandırıb, bunun içindəki ruh kişi olmağına baxma qadındır, etirazlıdır və cavan uşaqları cəlb edir İlham Quliyeva kimi özünə və bununla da dini belə təbliğ edir. İlham Quliyeva sevgini təbliğ edir belə cavan uşaqlarla. Bu da dini təbliğ edir. Qoy mən bunu belə izah edeyim. Ona görə də uşaqlar pozulub gedir. Elə biraz bundan qabaq mən niyə gecikdim söhbətimə, həm evimə bibi qızı gəlmişdi, elə o stolu yadımıza gətirdik, həm də mənim qonşum mənə zəng etdi ki, sən o sözü oradan sil, yəni o günü mən bir o cavanların, kişilərin, qadınları o sahnəyə atdığım haqda mənə dedi ki, o sözü oradan sil, dedim, mən kiməm ki onu silim? Sən özündə bilirsən ki, mən o tərbiyə sahib insan deyiləm, amma Allah Taala tarixi təmizləyir uşaqların gedişatında, yəni böyüməsində, onların şuurunu təmizləyir. O ilahi bir yoldur, ilahi bir gedişdir bu. Quranda da buyurulur ki, qadınlarla yalnız mən buyurduğum yerdən yanaşın.
bunu tarix deyir. Bunlar hamısı geniş bir mövzudur. Təbii ki, biz bura gələcəyik. Yəni, burada əgər mənim bu haqda belə fikirlər deyirəmsə, bu Elmira kimi mənim hünərim də deyil, mənim sözüm də deyil. Təbii ki, mən belə şeylərə həmişə protiv olmuşam. Hətta bu incənə biz burada bu fikirlərin hikməti haqqında söhbət də etdik. O deyir, necə deyirəm ki, qızlarım hələ mənə deyirdi ki, məni instituta bizi oxutmadın, bizim əl qolumuzu bağladın. Deyirəm ki, ağır zamandır, mən bilirəm ki, bu zamanda nələrdən keçir. Ana gəlir, deyir, uşağımı müəllim yanına qoyuram, o müəllimi də mən tanıyıram, indi yoxdur həyatda, qonşuluqda yaşayırdı. Qız uşaqlarını analar göndərir bunun yanına hazırlığa, o necə qızları əlliyir, ana gəlib, qız gəlir anaya deyir, ana mənə deyir, mən bunu eşidirəm. İndi cənə bu bibi qızı da məsəl üçün Asxedə işləyibdi, deyir ki, biz gedirdik, deyir, orada laborant işləyirdi, nə işləyirdi, bilmirəm, müəllimlərin deşikdən baxırdıq, necə qızları əllədiyini görürdük. Bunu bilən ana qız qoyar instituta, qoymaz. Qoymaz. Çünki ağır zamanda bu olmaz. O ki, qaldı elmə biliyə, mən heç oxumadım, nə oldu, adam olmadım, o deyil. İçinə ölmədim, heç kimlə də əskik deyiləm. Hər kəs 5-dən əskiyəmsə 15-dən yenə də dünya görüşdüyəm. Gəlsin o 5 dənəsi geyinsin, çıxsın, mən də geyinim, çıxım. O Aygünlə indi o nədir, Röyanı gələn indi o bir-birlərini o deyir mənə bax, o deyir mənə bax. Bu da düzgün deyil. Hərənin öz yolu var, öz necə deyirlər, imici var. Yəni mən demirəm mən, amma mən heç kimdən əskik də deyiləm. Baxma ki, mənim diplomum yoxdur. Var, o nədir, kənd təsərrüfatı, oradan da aldığım etika və estetika, ədəb və gözəllik və salam. Mənim elimlə aldığım bilgi budur. Buradakı bilgi də mənə aid deyil. Bunlar hamısı Allahın bilgisidir, özü təbliğ edir mənim dilimdən sadəcə. Və bütün bu, mən nə bilirəm, mən Rusça qazet üçün öz dilimdə oxumuram qazeti, amma göz çevirdi və bu görürsünüz 99-cu ilin may ayının 7-sində, bəli, mən ora mayda, baharda getmişdim, elə hələ maya var. Mən ilk dəfə Ruziyə xanımın yanına gedəndə 99-cu ilin may ayının, bəlkə də 7-si idi, bəlkə də 6-sı idi, ola bilsin, qazet bir gün, qabaq bir gün. Həmin gün gəlib, onu deyə bilmərəm, amma çox svej almışdım bu qazeti əlimə. Bax, buyurun. Bu da din xadimlərinin görkəmi. Bunu nə Azəri yazıb, Komsomolskaya Pravda. Bunu nə başqası yazıb, bunu elə özləri yazıb. Kim yazıb, özü bilsin, bilmirəm. Amma sizə çatdırmaq istəyirəm ki, bax, din alimlərinin düşüncələri boşdur, İncil deyir. Bax, budur. Həmin düşüncələri boş olan din alimləri, manyak, xəstə, ruhi xəstələr bunlar idarə edir. Elə bizim də bu başçılarımız da elə bunlara bənzər başqa cürə bir şeylərdir. Buyurun, demirəm ki, onlar da qalıb oydu, amma onların da kafaları elə bunlar kimi işləyir. O qədər. Getdi bu yana. Sonra belə bir qazet mənim əlimə keçdi. Buyurun, xaçpərəstlər, xaçdı, molladı. Bu şey, nədir adı, hərbiyə işləyir. Mollanın nə işi var hərbidə? Burada nə yazılır? Vəzəkən oxumayacam, amma burada bir başqa bir elə hərbi samolyotdadır mı, nədədir mi? Bax, buyurun, maşındadır mı? Hərbilərin içərisində onlara işləyir, amma xaç pərdəsi altında budur. Buyurun, bu papadır, verilib, mən nə bilim, mən əlimə gəlir, bunlar bir-bir, buyurun, Roma papasının qızı var, buyurun, bax. Əvvəla din demir ki, sən evlənmə, əksinə Allahın Rəsulu buyurur ki, orada var o, tapsam sizə göstərəcəm, kənara gedib evlənməməyi qadağan edirəm. Zat mən bunu, bu peyğəmbərlərin hamısı Allahın göndərdiyidir.
budur, buradadır. Kısaltma bunu size göstereceğim. Bakın. Evlenmek imkanı olan bütün adamlar üçün vaciptir. Budur, budur. Evlenmek imkanı olan, yani ki tam qocalıp əldən getməyən bütün insanların evlənməsi vacibdir. Bu Roma papalar bunu özlərindən çıxardıblar ki, evlənmək olmaz, amma dalda öz işlərindədir. Bax, bu da budur. Sonra nə deyəcəkdim mən sizə? Burada ayrı nə göstərməliydim mən sizə? Heç elə bu söhbət burada bitsin, biz keçək ayrı bir artıq ayrı bir şairin şeir dilinə keçək. Onunla söhbətimizi başqa cür başlayaq. Bu qədər bu həm hikmət, həm ziyarət oldu burada, həm hikmət oldu, həm ibrət oldu. Yəni ki, bu din alimlərinin yolu ilə getmək, bu ağılsızlıqdır. Görürsünüz, bunların indi bizimkilərin içində nələr var. Olsun ki, onlar da bir bayra çıxacaq. Elə Allah şükürdən yüzlərlə sözlər çıxdı. Bunlar mən evdə oturmuşam, amma özü mənə gəlir bu sözlər. Bu sözlər mənə özü əyağından gəlir və o Nəvai demiş, belə nəqş eləmiş bu rəsmi qələm, fələkdən yüksəkdir, kəlam əzəldən. Yüz Babil sehrini o təkrar edir, o kəlamdır ki, sürətlə yel kimi gedir. Xəyaldan, ümiddən daha tez çapar, onun çox fəndləri, çox sirləri var. Bəli, o belə sirli yollarla hamısı gəlir, məndə toplanılır və mənim dilimlə də söylənilir. Yəni mən, bu mənlik deyil, bu Allah Taala özü məndə toplayır, buradan da əkir. İndi kim nə götürür, özü bilir. Bu qədər.